Məsələ 3. Loqaritm sözünün hərflərinin yerini neçə üsulla dəyişmək olar ki, ikinci, dördüncü və altıncı yerləri samitlər tutsun. Deməli, loqaritm sözündə səkkiz hərf var. Samitlər hansılardır? Samitlər L, G, R, F, M. Saitlər hansılardır? Saitlər O, A, I. Deməli, 8 hərfdən ibarət olan loqaritm sözündə 5 hərf samitdir, 3 hərf isə saitdir. Məsələnin şərtində deyilir ki, ikinci, dördüncü və altıncı yerləri samitlər tutsun. Onda 3 yeri tutması üçün, seçmək üçün 3 hərfi aranjeman, samit 5 olduğundan aranjeman 5-dən 3 sayda yer dəyişimi eləmək olar. Gerdə qaldı 3 hərfi ki, istifadə elədik 5-ini. Gerdə qalan 5 hərfin yer dəyişməsi isə 8 hərfdən 5-ini 5 faktorial sayda olar. Onda bütöv yer dəyişmələrin sayından ibarət sözlər olacaq 5 faktorial vurulsun aranjeman 5-dən 3. Bu da bərabərdir 1, 2, 3, 4, 5 vuraq. 5 faktorial bölək 5 çıxaq 3 faktorial. Aranjemanın qiymətini yazıram. Bu da bərabərdir 1 vuraq 2, 3, 4, 5. 5 faktorial elədi. Burada 2 faktorial verdi, 2 verdi. Burada da yenə də 2, 3, 4, 5. Biri də yazar. 2 ilə 2 ixtisar oldu. 5 faktorial 120. Burada 2 ixtisar eləyəndən sonra 3 vuraq 4 vuraq 5 60 elədi. Və 60'ı da 120'ye vuranda 7200. Deməli 7200 üsulla bu hərflərin məsələnin şərtinə uyğun qaydada yerləşmək olar.